Change the sentence into the passive voice. Cümləni məchul növə dəyişin. The police explained everything clearly. Polis hər şeyi aydın izah etdi. Bizim tamamlığımız everythingdir və bütün cümlələrdə əvvələ keçmişdi. İkinci əsas məsələ isə zamanı düzgün təyin edib və məchul növdə istifadə etməkdir ki, explained keçmiş sadə zamandadır və keçmiş sadə zamanda to be-nin was və yaxud da ki were formasından sonra feilin üçüncü formasını istifadə etməliyik. A variantında has been indiki bitmiş zamana aid olduğu üçün səhvdir. B variantında was explained clearly by the police. Düzgün cavabımız B variantında qeyd olunmuşdur. C variantında isə mübtəda xəbər uzlaşmasına görə were qeyd olunması səhv götürülür. Daha sonra D variantında was being explained keçmiş davam edici zamana aiddir çünki burada being əlavə olunmuşdu və Y variantında is explained indiki sadə zamana aiddir ki, biz məchul növdə verilən zamanı dəyişə bilmərik. Doğru cavabımız B variantında qeyd olunmuşdur.